Bəzən insanlarda hər şey qaydasında olur. Ailəsi ilə münasibətində, dostları ilə münasibətində, şəxsi münasibətində, sosial münasibətində hər şey qaydasındadır və yüksək səviyyədədir. Lakin o duyğunu, hissi yaşaya bilmir, xoşbəxt ola bilmir, özünü yorğun və tükənmiş hiss edir. Biz bunu bildiyimiz üçün biz buna maskalı depressiya adlandırırıq. Lakin özü fərqində deyil ki, o depressiya yaşayır. Çünki maskalı depressiya onlarda fiziki ağrılarla özünü göstərir. Yəni, kədərlə, ümidsizliklə deyil, baş ağrısı ilə, mədə ağrısı ilə, ürək bulanma ilə, halsızlıqla, yorğunluqla, tükənmişliklə, heç nədən həzz almamaq, bu kimi hisslərlə, duyğularla özlərini göstərir. Buna da maskalı depressiya deyirik. Və o zaman da biz daha tez, daha aydın şəkildə, şəffaf şəkildə nəticə almaq istəyiriksə, biz MAQ kartlardan istifadə edirik. MAQ kartlar bizə nə verir? MAQ kartlar bizə daha tez nəticə almağımızda, özünün daha tez fərqində olmağına, daha tez aydınlanmağına və daha tez nəticə almaq üçün bizim üçün ən əlverişli bir alətdir. Ona görə də MAQ kartları biz seanslarımızda daha tez və daha aydın şəkildə nəticə almaq üçün demək olar ki, 90% seanslarımızda istifadə edirik. Hansı seanslarımızda? Onda növbəti bölümlərdə.